Buranı çox adam dost tanışından eşidib gəlir. Bizə də məsləhət görüblər, amma bilmirəm məsləhətli yerdə yoxsa yox. Kudo gənclərin sevimli fast food məkanıymış. Açığı bilmirdim. Düzdür, adını görmüşdüm, amma dadını yox. Menyuları o qədər zəngindir ki, adam bilmir nəyi seçsin, hansından başlasın. Uzun müzakirələrdən sonra fajita menyu, lavino box, loader box, double crispy menyu, ayrıca crispy burger və xırçıltılı səbət götürdük. Yiyəcəklərimiz hər menyunun ana yeməyi, toyuq qanadları, filetta, fri kartoflar və soslardan ibarətdir. Bir də təbii ki, burgerlər. Fajitanı tək yedim, çünki mən bu Meksika dürümünün çılğın aşiqiyəm. Crispy burger çox möhtəşəm idi. Həqiqətən bu böyüklükdə və bu ləzzətdə burgeri ən son harda yediyimi xatırlamıram. Seçimlərimiz arasında ən yaxşısı Sadiqin loader boxu oldu. Yəni elə bir daddır ki, onu sözlə ifadə edə bilmirəm. Bu arada dad demişkən, buranın məhsullarını dadlı eləyən əsas səbəblərdən biri souslarının özlərinə məxsus olmasıdır. Uşaqlar, bunların sousları fenomenaldır. O ki qaldı qiymətlərə, restoranın səhifələrinə keçərək menyu və qiymətlərlə yaxından tanış ola bilərsiniz. Hə, yadımdan çıxmamış onu da deyim ki, Kudo'nun Nəsimi filialında həftənin 1, 2, 3 və 4-cü günləri bütün menyuya 15% endirim var. Bu yaxşı fürsətdir. Dəyərləndirin məncə. Kudo'nun bir filialı Targovda, digər isə Nəsimi rayonu Mirəsədullah Mirqasımov 28 ünvanında yerləşir. Buranı ən yaxşı fast food məkanlarından biri kimi yazdım ürəyimə.